Hamıya salam qızlar. Yeni videoma xoş gəlmisiniz. Çoxdan da çəkdiyim və editini yığdığım videoydu. Amma səsləndirməyi unutmuşdum. Bu da elə proqramda qalıbmış. Elə indi gözümə çarpdı. Ona görə dedim tez bunu mən səsləndirim və paylaşım. İlkin olaraq sizinlə Temu bağlamalarımı paylaşmaq istəyirəm. Nələr əldə eləmişəm deyə Temudan onu göstərmək istəyirəm. Sonra da getdiyim mağazanı paylaşmaq və Novruz bayramını biz necə qeyd elədik falan bu şeyləri sizinlə paylaşacağım. Biraz 3-4 günün videosunun birləşməsi olacaq, amma olsun. İlkin olaraq bu Bluetooth'la işləyən keyboarddur, onu aldım. Sonra bu Zara çantası. İş yoldaşımda gördüm, rəfiqəmdə. O qədər xoşuma gəldi ki, dedim mən də alacağım. Mən gəldim Temudan aldım. Temudan zakaz elədim. Hardasa 15-16 manat belə olmalıydı. Amma təbii ki də orijinalından fərqlənir. Xeyli fərqlənir. Əsas da rəngi və material olaraq fərqlənir. Amma geri qalan belə tipi falan demək olar ki, eynidir. Və kalite olaraq orijinalı təbii ki daha kalitelidir. Bir də bu remen orijinalında səhv eləmirəmsə kətandır bu remen. Amma bunda belə sintetik qarışıqdır. Sonra olmazsa olmaz təbii ki də üzümüzü yuduğumuzda, makyaj falan çıxartdığımızda qollarımız, saçlarımız islanmasın deyə tam olaraq istifadə elədiyimiz abadok. Əsas mən bu pişik detayına görə aldım bunu, gördüm bunu götürdüm. O qədər xoşuma gəldi. Sonra gördüm ki, mən bunu ağ götürmüşəm. Bu ki, kirlənəcək. Neysə. Bir də belə serum falan sürtdüyümdə saça masaj eləmək üçün belə bir daraq götürdüm. Daraq da artıq hər nədirsə. Bir də tub sıxacağı götürdüm. Bu mənə çox lazım olur. Çox lazım idi. Hansı ki, boyalarımı sıxmaq üçün dibində falan qalır. Və ziyan olmasın deyə dedim, bundan bir dənə götürüm mən. Ondan sonra belə bir kilit aldım. Maqnit kilitlərdir bunlar. Və heç bir işə yaramır ciddən. Yəni çox da işlevsel bir şey deyil. Yəni rəydə tərifləyənlər olub rəylərdə, amma nə bilim, bəlkə də mən düzgün quramadım. Ola bilər. Növbəti gün artıq Sinsəyə getmişdim. Sizə də qısa bir çəkiliş elədim bu mağazadan. Hardasa qiyməti 18 manat. Mənim bu çox xoşuma gəldi. Burada ayaqqabılar. Əsas da bu çanta. İdmana falan gedəndə məncə yaxşıdır. Və qiymətlər burada həqiqətən yəni mola falan baxanda bayağı münasibdir. Keşke bu çəhrayı olsaydı. Çəhrayı olsa alardım mütləq şəkildə, amma mavi də qəşəngdir əslində. Belə çaşqa dəstləri var. Mən bunu bəyəndim, götürəcəm. Hətta bir dənə qalıb. Götürüm mən bunu. Bunun da qoxusu bu arada çox qəşəngdir. Bu yox, bu möhtəşəmdir. Bu şamın qoxusu da çox qəşəngdir. Belə lampalar var, qəşəng. Belə şeylər var. Belə şirin kapibaralar var. Belə qaşlı stəkanlar. Çox qəşəngdirlər. Bu gold amberin qoxusu o qədər qəşəngdir ki, möhtəşəmdir həqiqətən. Bu da güzgünün önünə qoyan belə düzənləyicilər mi desək, aksesuarlar mı desək, bu tipdə şeylər var. Mən bayaq Sinsəyə gelmişdim, orada da sizə göstərdim nə almışdım deyə. Belə də göstərim. Paketləməsi o qədər də yaxşı deyil. Neysə. Yəni bunu aldım. Mən çoxdan da belə bir şey almaq istəyirdim. Temuda bunların qiyməti həddindən artıq çox idi. Bu tipdə. Ay düşdü. Neysə. Belə çox qəşəngdir bu. Qəşəng yaşıl çayımı falan, kofe falan içməyə qəşəngdir məncə. Çəhrayı rəngi arasında qaldım, amma ağı götürdüm axırda. Fikirləşirəm ki, çəhrayının rəngi gedəcək.
müəyyən bir müddət sonra, amma bu qalar. Amma qızıl şeylərdə yəni gedəcək uzun müddətdə, çox qalıcı deyil məncə. Bilmirəm necə, Temuda məhsullar vuranda bu tamamen getdi, ayrı bir kargoya düşdü. Şeydə Starix-lə gəldi. Bəyan eləyəndə də ayrılıqda bəyan elədim. Neysə, göstərim sənə aldığımı. O qədər gərəksiz bir şeydi ki aldığım, amma çox xoşuma gəlirdi. 1 manata düşdü demək olar ki bu mənə. 5 manatdan mı yoxsa 4 manatdan mı tam bilmirəm. Neysə göstərim sizə. Aha, bunu da belə qoydum göstərmək üçün ki necə bir şeydir. Aça bilsəm bunu. Bu kağızlar da ümumiyyətlə elə gec açılır ki. Neysə hətta açılmır. Ha, 3 dənədir. Bu 4 dənə olmalıydı. Ha, neysə. 4 dənə olmalıydı. 3 dənə çıxdı bəsimə. Birisini fırladıqlar içində. Bəli. Çox gərəksiz bir şeydir. Belə pişiklər. Amma çox şirindilər. Belə. Kompüterin üstünə. Ofisdə düşdü. Dəqiqə. Baxın. Belə oturan pişiklər. Bunu da belə. Bir dənə də olmalıydı karişnevi pişik. Neysə. Bunlar da kleyləridir belə. Ben göstermedim. Budur. Bunlar da kleyləridir. Neysə. Pişiklərimi yerinə göndərim təzəldən. Tatlış pişiklər. Niyə birisini göndərmədilər? Bak sinirim bozuldu şu anda. Neysə artık. Neysə. Yenə endirmə düşsə Temudan neysə alsam zakaz eləyərəm. Sonra özümə yeni aldığım çaşqa ilə isti şokolad elədim. Üstünə də belə dizayn elədim. Nəsə belə olur. Naxış ondan eləmək istirdim. Alınmadı. Bu da fena deyil amma. Bu da mənim əsərim. Kofe artım. Özümə belə bir ortam yaratdım. Çiçəyim falan. Şirniyyatım. Sevdiyim bloger video atıp ona baxacağım. Belə mənzərəm. İndi isə keyifli bir vaxt keçirim özümlə. Deməli bu hazırladığım isti şokoladın tərifi Jacobs'un Cappuccino Choco diye bir dənə belə kofe serisi var. Böyük belə paçkalardadır. Küçük paçkalarda da var. Ben böyüğünü almışdım Rahat Market'ten. Deməli onunla sütü çırpıram. Üstüne de sonra ya Nestle'nin veyahut da ki Ülker'in isti şokoladını əlavə edirəm. Ülker'inki olsa daha yaxşı olar. Şirinlik baxımından yaxşıca çırpıram ikisini də. Ondan sonra üstüne belə naxış olsun diye mən sütü də biraz köpürtüb əlavə elədim. Afiyetlə içirəm. Həqiqətən çox möhtəşəm olur. Deneyin qızlar. Mən pişiklərim Temudan aldığım yerləşdirdim bura. İstəyirəm buraları da doldurum. Ekranı. Bu arada çalışıyoruz. İşi bitirmeliyim ona göre. Desertim, çayım, lahiyem. Birazdan burada videoya bakacağım. Belə. Bu da çantam. Ben bunu kıyaslaya bilmedim. Neyse. Rəfiqəm gətirsin. Çantasını onda kıyaslayasıyam. Rəfiqəmin də doğum günüydü. Bu da Novruz ərəfəsinə düşürdü. Ofislə bərabər onun doğum gününü qeyd eləməyə gəlmişdik. Belə bir məkan idi. Adı Pinky Blinders. Səhv eləmirəmsə belə oxunur. Adı belə idi. Aktivite olaraq çox əla idi. Oyunlar falan, rəqs qrupları. Yəni əyləncəli bir yer idi. Xoşuma gəldi. Və oyundan sonra da hədiyyə vermələri də ayrıca xoşuma gəldi. Yumurta döyüşdürdük burada. Öz masamızdan mən qazandım. Sonra masalar arasında da yenə bir yarış keçirildi. Yenə mən qazandım. Ona görə çaşq əldə elədim. Sonra rəqəm tahmin etmə var idi. Onu da düz tapdım. Bir dənə də çaşqa qazandım. Əsasda bunlarınca çox xoşuma gəldi. Çəhrayı da çox qəşəng idi. Və təbii ki də Novruzun olmazsa olması üzük falına baxdıq. Daha doğrusu baxmaya çalışdıq. Çünki bu falı alındıra bilmədik nə elədiksə. Qaydanı deyəsən unutduq ya da bilmirdik ümumiyyətlə. Neynəsək tutuzdura bilmədik. Ona görə TikTok'da məşhur olan
kağız qoyaraq yandırılan fal var, kənarlardan yandırırsan bu tipdə. Ona baxdıq. Onda da cəmisi bir nəfərin üzüyü suya düşdü. Baxaq görək doğrudan da həmin şəxs bu il evlənəcəkmi? Maraqlıdır. Görək baxaq olurmu? Bu arada bu restoranda ilkin olaraq oyun mahnıların ritmi ilə mahnını tapmaq idi. Onu biz bir xalla uduzduq, səhv eləmirəmsə. Ondan sonra rəqəm tapmaq idi, bir də yumurta döyüşdürmək. Bu da məkanın interyeridir. Yəni maraqlı vaxt keçirdik, həqiqətən çox xoşuma gəldi. Bayram günü uzun aradan sonra demək olar ki, şəhərə çıxdıq. İnanırsınız, elə bil öz şəhərimdə özümü turist kimi hiss eləyirdim. İlk dəfə görürmüş kimi. Yəni çox dəyişiklik yoxdur, amma bir qəribə gəldi. Əsas gözəllik məncə bu çiçəklər idi bulvarda, yəni lalələr. Videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm qızlar. Kanalıma abunə olmağı, videoya like qoymağı unutmayın. Öpürəm sizi. Növbəti videolarda görüşənədək. Hələlik.